Salam əziz balıqçılar və balıq həvəskarları. Hamınızı salamlayıram. Sizə mən Samir Əfəndi və Natiq, balıqçı Natiq. Aleykümselam. İnşallah bugün gəlmişik. Yenə də Yasamal gəlmişəm, Qanlı Gölə. İndi deyəsiniz ki, orada ki, bəs həmişə eyni yerə gedir, amma valla o bir illər getmişəm, Buzovnaya da getdim. Lökbətana da balıq zəif oldu deyənə, onu paylaşmadım. Ona görə fikirləşəm ki, gəlim Qanlı Gölə, burada balıq var da. Gəlim, çəkim sizin üçün də maraqlı olsun da. Əsas sizə balıq çox olsun. Daha elə axtaram ki, balıq dəysin, çox olsun. İndi inşallah bugün istəyirəm paplaq vuruşlarını çəkim. Siz də baxın, həzz alın. Hələ ki, burada balıq dəyir deyənə bura gəlik. İnşallah gələn həftələ, o bir həftələ indi baxarıq Buzovnadan gedib yoxlayacağım. Dünən də getmişdim Buzovnaya, Sırağacan. Heç olmadı. Ona görə çəkiş eləmədim. Bugün ayın 11-idir, mayın 11-i, 2026-cı il. Görək nə olur inşallah. Buranın da ki, çıxıb düşmə zülümdür. Təngi nəfəs olmuşam. İndi adama bir dənə patlov qatacağıq. İnşallah. Yoxlayaq, görək nə olur. Siz də izləyin bizi. Kanala da abunə olmayan olsunlar mütləq. İlk olaraq Natiq evdən yem gətirib. Natiq, nə yemidi onun tərkibi? Tərkibində var qarğıdalı yarması, buğda yarması, kəpək, bir də ki cücə yemlə, xırda cücə yemlə. Laf yaxşı, at. Uşalım, yemirik ki, balıq yaxşı yığılsınlar. Bir də sarımsaq vurmuşsan da, düzdür? Sarımsaq. Vanilli sarımsaq. Vanil, sarımsaq hamısı qarışmış bir-birlə. Все, yemlə ata görən olur inşallah. İdi getdi. Vurdu. Vurun at. Bunu. Hemen balık vurdu ya, diyelim. Bismillah. Gelir. Oh. Qəşəngsən. Qəşəngsən. Hə? Allah. Bu biri. Nəhayət ki. Çox. Axır ki, həm vuruşu, Natiq, həm də çıxarışı çəkdim. Oy, çıxmışlar, nə da. Aşağılar. Bəli. Da belə uşağım. Az dur, hə? Allah size de getirsin.
Ay, gel göre, gel göre. Oh. Oba. Ay maşallah. Bu ne da? Oh. Ahır ki. Ahır ki bir tanesi geldi. İnşallah. O öyle vurur ki, şöyle bir çukurda bala vurur. Falan. Oradan birisi geldi. Merhaba. Hadi. Döş batanda bu boydalar geldi. Ha kardeşler, yavaş yavaş yığışırıq. Natiq də gəlib yanıma. Çox zəif oldu uşaqlar, çox. Saat demək olar ki, 10-a kimi heç nə vurmadı, 6-dan 10-a kimi 4 saat, heç sinə. Bu tərəfdə başı vurmadı, gəldi, burada biraz oturdum, burada biraz tuttum. Gördüyünüz kimi, indi çıxanda göstərdim bağları. Belə çox zəif oldu. Duran yox, sırağa gibindən buzamada idi, orada zəif idi. Sonra ondan əvvəldəki tərəfdə də şeye gelmişdik, döş batanda, orada da Natiq 3 dənə tutdu. Yəni çox balıq hələ ki zəifdir, yəni ki kürü verir balıq. Gələn həftə, o bir həftə indi yavaş-yavaş başlayır bağlar. Natiq, sən nə demək istəyirsən bizim balıqçılara, bizim abonentlərə? İzləmədə qalın. İzləmədə qalın. Bütün balıqçılara salamlayıram. Aleyküm salam. İndi çıxaq balıqlarımızda, yaxşı deyəm, burada göstərim, nə çıxırıq bir də. Burada göstərim, yığışdıraq. Bir də bayırda da təzən açmayayım. Bir dənə yaxşı irisini tutmuşam uşaqlar. İri balığı da ləzzətli. Bir, iki, üç, dört, beş dənə balığı uşaqlar. Ən yeşəsi de budur. Eyvallah. Sağ olun, kanala abone olmalar olsunlar. İzlemede kalın. Natiq demiştim, izlemede kalın.